Kişilər niyə xəyanət edir? Bu sevgi yoxluğu deyil, duyğu çatışmazlığıdır. Kişilərdə xəyanətin kökü sadəcə cinsi instinktlərdə deyil. Bu, emosional, sosial və neuropsixoloji amillərlə bağlıdır. Xəyanət çox zaman sevgi çatışmazlığı yox, özünü təsdiqləmə ehtiyacının nəticəsidir. Kişi beynində mükafat və həyəcan mərkəzi yenilik və risk zamanı aktivləşir. Dopamin ifrazı artır, bu da mən hələ də cazibədaram hissini gücləndirir. Amma bu duyğusal ehtiyacları qarşılamır. Sadəcə müvəqqəti rahatlama verir. Kişi çox vaxt sevgini, qorxunu, incikliyi ifadə edə bilmir. Bu hissləri seksual davranışla əvəz edir. Bu duyğusal savadsızlığın nəticəsidir. Bəzən isə narsistik ehtiyaclarla bağlı olur. Məni bəyənirlərmi? Sualın cavabını kənarda axtarır. Cəmiyyət də ona duyğunu göstərmək zəiflikdir deyib. O da hisslərini gizlətməyi öyrənib. Beləcə, bir çox kişi partnyorundan yox, öz dəyər çatışmazlığından qaçır. Hər dəfə yeni biri gəlir, amma eyni boşluq qalır. Xəyanətin altında arzu yox, emosional yetkinlik çatışmazlığı dayanır. Kişi duyğularını tanımağı və paylaşmağı öyrənsə, xəyanətə ehtiyac qalmayacaq. Çünki kişi də sevilmək istəyir. Sadəcə bunu yanlış yollarla göstərir.